Salam əziz dəyərli izləyicilər. Bugün sizə Boğa bürcünü təqdim edirəm. Bax əzizim, biraz çətin bir yolun olacaq. O çətin yoldan keçərək aydınlığa çıxırsınız. Bax durmusunuz ayaq üstə. Bu yolu axıra kimi gedəcəksiniz. Gözlədiyiniz adam var ya və ya öz işinizlə əlaqəli gedərək birilərlə ciddi, açıq dialoq söhbətinin ola biləcək. Z hərfi, ondan sonra qarşında elə bir maddiyyatla əlaqəli bəzi məsələlər var. Bax əzizim, biraz çalış ki, bu həftə səbirli ol. Bu həftə də səbirli ol və kimlə problem yaşayırsansa, onun öhdəsindən gələ biləcəksən. Zəkanla sən qazanacaqsan, zehnin çox açıqdır əzizim. İç gücünü hiss edəcəksən, bəzi insanlara, bəzi məsələlərə sinir qoyacaqsan, sərhəd qoyacaqsan. Doğru zaman etmək istədiklərin var, fikirləşirsən. Maddiyyatla əlaqəli düşüncən, biraz qərarsız kimisən, amma qərarlaşacaqsan. Ortaqlıq işləri aparmağa və ya ortaqlıq işinə biraz narahatçılığın var. Yardım edənlər və kiməsə yardım etmək istəyəcəksiniz düşünürsən və ya sizə yardım etməyini düşünürsünüz. Biriləriniz bax diyet saxlayırsınız. Həyatınıza düzən gələcək. Danışılmayanlar danışıla bilər. Ətəyindən daşları tökürsən, ailə içində biriləri hər kəsə qısqanır. Qaranlıq bir üzü var. Lakin siz sadiqsiniz. Biriləri sizə sürpriz edə biləcək. Çalış ki, özünüzə güvənin. Biraz güvənsizlik var sizdə. Xəbərlər gəlir qarşınıza. Birilərlə bir bağ qurdun. Lakin qarşı tərəfin səhvlər etdi. Ona görə artıq yorulmusan deyənə axara buraxırsan çox şeyləri. Sağlığınla əlaqəli sakit olacaqsan. Düz içinizdə bəzi qorxular var. Bəlkə də sağlığınla əlaqəli evlilik həyatın, evlisənsə evlilik həyatın yavaş-yavaş yoluna düşür. Yeniliklər olacaq. Geridə qalan sıxıntılarınız ola biləcək. Burada platonik bir sevgi duyğuları öz duyğularınızı aça bilərsiniz. Sevgi həyatında olan gərginliklər yavaş-yavaş qara bulud üzərinizdən uzaqlaşır, dağılır. İş yerində səni müdiriyyət və ya başqa iş yoldaşların fərq edəcəklər işinizi. Əməyinizi qiymətləndirən insanlar ola biləcək. Gözəl qapılar açılır sizə. Mirasla gözləmədiyin bir ödəmə gələ bilər. Özünüzə inamınız artacaq elə bir. Ürəyin ondan sonra rahatlaşacaq. İş yerində və ya bəzi işləriniz aktiv olmaya başlayacaq. Nüfuzlu şəxslə görüşünüz ola bilər. Biraz diqqətli olun. Ya övladının qarşısında aldadan var. Yəni aldanma, aldadılma var burada. Yəni övladıma da fikir verir ki, onun arxasında oyun oynaya bilərlər. Bir də aldada bilərlər və sizin özünüzü də aldada bilərlər. Aldanma ola bilər. Maddiyyatla da biraz diqqətli olun. İki nəfərdir, bax burada elə bir dolaşır. Qarışıq bir döngəni çözmək istəyəcəksiniz. Çox səmimisiniz. Bax sizə əmanət edə bilərlər. O qədər əmanətə təmiz düz baxan insansınız ki, səmimi olduğunuza görə mən deyərdim ki, çox şeyləri əziyyət çəkirsiniz. İkiyüzlü yaltaq insandan uzaq olacaqsınız. İçinizi elə birinə tökmək istəyirsiniz. Amma düzdür, bax birilərinə güvəndiyin, birilərinə dərdini danışırsan, o da baxır belə soğuk-soğuk, hamının dərdi var deyərək keçir. Yəni anlaşılmaq üçün danışırsan. Lakin qarşı tərəfin biganə olduğunu görəcəksən. Bir ayrılıq yaşandı. Eşidəcəksiniz, sizi təəccüb edə biləcək. Ruhunuz dəyişə bilər həyatınızda. Sağlıqla əlaqəli cəsarətli olacaqsan. Ani bir köçməniz ola bilər. Ailə içində gözlənməyən qərarlar ala bilərsiniz. Bir risk almaq fikriniz var. Biraz ona diqqət edin. Kiçik risklərə diqqət edin. Maddiyyat yatırım etmək istəyəcəksiniz. Düşünün. 2-3 dəfə düşünüb sonra diqqətlə addım atın. Hər şey gözəl görünə bilər. Araşdır. Biraz bu həftə şübhəçi ol ginən. Biraz ağırdan al ginən ki, itkilərin olmasın əzizim. Seçim edəcəksiniz.
Həyatınızda duyğusal bir bağımlılıq səni çətinliyə sala bilər, amma ötəsindən gələcəksiniz. Bir qadının təsiri var üzərinizdə. Çalış, önəmsəmə. Qərarı özün al, ginən çalış. Çevrənə dediklərinə çox da fikir verməyin. Bəzilərinə. Rəqibləriniz önünüzə çıxa biləcək. Güvəninizlə əlaqəli güvən yaşadınız. Özünüzə güvənin ki, ön planda olasınız əzizim. Güclü insanlar köməyi deyə bilər, başarıqlısan. Bəzi rəqiblər izləyir, alış-veriş edərkən uyğun bəzi şeylər alış-verişdə uyğun qiymətə ya alacaqsan, ya satacaqsan əzizim. Bir sabit olacaqsınız bəziləriniz. Düzdür, biraz değişimlərə ehtiyat edirsiniz. Emosional dalğalanmalar da həyatınızda ola bilər. Bax, bir tarazlıq iş həyatınızda ola biləcək, keyfiniz yaxşı ola bilər, hər detalı nəzərdən çox keçirə bilməzsiniz. Ayın 3-də, 4-də yeni bir layihələr həll etməyə əlverişli gün ola bilər. Maddiyyat məsələlərinə diqqətli davran. Əlavə də qazanclar üçün əlverişlidir. Yenə dedim, kiçik risklər biraz çətinə sala bilər sizi. Amma bəzi yatırımlar sizə uğur gətirə bilər. Ailə üzvündə onların bəzilərinin davranışı sizi təəccübləndirə bilər. Hər şeyi müdrik yanaşacaqsınız. Sevgi həyatında bağlılıq hiss yaranır, sizdə hissləriniz yaranır. Qarşı tərəfin laqeyd olduğunu hiss edərək, yəni fikir verməyin, onun da özünə görə öz problemləri var, ona görə çox da ziddinə getməyin. Münasibətiniz varsa da, dostluq edirsinizsə, bu dostluq get-gedə ciddiliyə çevrilə bilər. Sizə aid olmayan çalış işə girişmə əzizim. Baxın, ayın 4-ü, 8-i, bir də 22-sindən sonra yaxşı, gözəl yolunuz açıq səyahətlərlə gedə bilərsiniz. Yəni, biraz bəzi işlərinizdə durğunluq olduğuna görə, yəni biraz səyahətinizə gedə bilərsiniz ki, işiniz yoluna düşənə qədər. Nə qədər fədakarlıq edirsinizsə, baxırsan ki, qədriniz bilinmir. Yaxşılıq etsən də belə. Sakit olaraq rahatlayacaqsan, gözlədiyin bir xəbər gələcək, şükür edirsən, baxış acınızı dəyişdirəcəksiniz, tək başına güclü olacaqsınız, bir xoşbəxtlik gəlir sizə. Qazanacağın bir şey olacaq sizin üçün, fədakar insansınız, elə bir yardım sevirsiniz, birilərinin də duasını alacaqsınız. Öz qiymətinizi bilirsiniz, vaz keçilə bilməyən biriləri var. Sizin ona güvənməyinizi istəyə biləcək. Ego sizi biraz parçalaya bilər, egolu olma çalış. Yıxılmış kimi özünü hiss edə bilərsən. Saf niyyətinlə əlaqəli diləyinlə zəfər qazanacaqsın. Seçilmiş kimisən bu həyatınızda. Keçmişdə yaşadıqların oldu, təmkinli hərəkət edəcəksən, sirrini, planlarını biruzə vermirsən heç kimə, yəni bilməsin. Uduzmamağı həyatda sevirsən. Düzdür, kinin varsa da biruzə vermirsən. Heç kəs bilə bilməz sənin kinin olsa belə. Bildirmirsiniz. Kənardan baxan da onlara biraz soyuq görünə bilərsən. Amma ürəyini sakitlik, dəqiqlik, axıra qədər düz yola getməyi də sevirsən. Yəni sakitliyinlə, dəqiqliyinlə. Bax, burada buğa qadını torpaq kimi səbirli, amma sarsılmış elə bir, yəni sarsılarsa əgər bu qadın zəlzələ qədər güclü ola bilər. İşini qurmaq istəyirsən, bir işə hədəfini vermirsən, yəni sən qərarlı şəkildə irəliyirsən, çətin olsa da hər bir şeyi gözə alacaqsan, onuna qədər nə çətin şey olsa da gözə alaraq sıxıntıları bitirmək istəyəcəksən, bir taxıntın var. 5-i, 6-sı, 10-u çox önəmli saylardır siz üçün. İşlərini həll edib rahat olduğun işlər ola biləcək, birilərinə subut, ispat edəcəksən neysə, bir döngü bağlanır, yeni bir döngü açılacaq siz üçün, hər şeyi əldə edəcəksiniz yavaş-yavaş. Haqsız mücadiləni qazanacaqsınız, birilərlə danışaraq, açıq diyaloq edərək, yəni o məsafəni ortadan qaldıra bilərsiniz. Birilərlə ortada danışaraq bir məsələni çözürsünüz. 4-cü gün bir görüşmən ola biləcək, maddiyyatla məsələlər ola bilər. M, E hərfi, bax burada
Biraz planlı programlı addım atırsınız ama bir yalan dolana dikkat etkinin əzizim. Bax sən. Burada l, t hərfi də sıxılıb qalmış, həsrət qaldığım bəzi şeylər oldu. Gərginlik var, vaz keçdiyin bəzi insanlar var, acılar aldın həyatınızda, işlə çox əlaqəli yorğunsan, sizə xəbər gətirmək istəyən biriləri var. Baskıya heç gələ bilmirsən. Bir kişidən elə bir zərər gördün əzizim. Düzdür, sabitlik olacaq. Bax əzizim, sevgi həyatında da bəzi deyirəm də gərginliklər ola biləcək, amma biraz diqqət edin. Əməyevin qarşılığını alırsan. Bax, siz əgər sevərsinizsə, o insana canınızı verərsiniz. Amma sizin etibarınızı sındırsalar, o insanın yanında oturmazsınız. Yəni, yad insan kimi yanaşarsan o insana. İkiyüzlüyü bacarmırsan. Yəni, bir il ömür boyu sənə güvənmək olar. Heç kimin cibində, malında, mülkündə gözün yoxdur. Yəni, həyatınızda buğa bürcü varsa sizi xoşbaxt edə bilər. Düzdür, qısqanclığı çoxdur. Hətta deyərdim, əziz buğa, sənə həsrət aparanlar var. Söz verdinsə, o sözün üstündə durmaq üçün cəhd eləyirsən. Sizin, yəni, ayaqqabınızı geyə bilərlər, amma yerişinizi yeriyə bilməzlər, əzizim. Hər şeydə dəqiqsən, mərdsən, qürurlu insansan. Yəni, heç kimin qarşısında əyilməzsən, heç kimin həyatına qarışmazsan. Öz həyatın maraqlandırır səni. Sevərsənsə də, yəni, vaz keçmirsən. Vaz keçərsən əgər qırılarsansa da geri dönməzsən. Yəni, güvən elə bir şeydir, bir dəfə sarsıldın, artıq o insandan uzaq olursan. Yəni, əvvəlki kimi ola bilmirsən. Düzdür, sakit görünürsən. Qıraqdan baxan deyir ki, necə sakit, təmkinli, amma içində fırtınaları görə bilmirlər. Yəni, o fırtınaları danışmadan, unutmadan da bağışlamağa bacarırsan, baxır kimi. Bax, sevgi həyatında da, ailədə də, çevrəndə də, sənin həyatında heç nə gizli gedə bilməz. Qarşı tərəf nə oyun oynayırsa, nə gizli işlər eləyirsə, onlar hamısı üzə çıxa biləcək. Ailə içində xərçəng bürcündən varsa da evinizdə, aranızda söz-söhbət olaraq, yəni qarşı tərəf sənə pis davrana bilər, mübahisə edə bilər, mübahisəni sevmirsən, üzərinə gələ bilərlər, bunu da sevmirsən, baskı altında dura bilmirsən. Yəni, sən hara getdin, gəldin, səndən elə bir soruşurlarsa, yəni maraqlanırlarsa, bunu necə elədin, o işi nə gördün, heç kəsə yəni, ehtiyac duymursan ki, yəni bütün həyatında keçənləri danışasan. Açot verməyi sevmirsən heç kimə. İş yerində biriləri ayağının altını çəkərək sənin pahalılığını çəkirlər, qohumlar arasında da. Bəlkə də bibi oğludur, xala oğludur, xala qızıdır, bibi qızıdır, bilmirəm. Burada çıxır qohum. Qan qohumu arasında aranıza girən var, aranızı pozan var. Yəni, aranızda bəzi intriqalar yaratmaq istəyən bir qadın var. Buna görə biraz ehtiyatlı olun. Yəni, düzdür, qarşı tərəf dolduruşa gələ bilər, amma siz nə qədər olsa öz beyninizdə analiz edirsiniz. Öz sirlərinizi açıb danışmağı sevmirsiniz. Hələm insanlara, hər kəsə, insan var ki, ürəyini hər kəsə danışır. Evində nə olsa gedib tap danışır. Siz elə deyilsiniz, bağlı qapısınız. Baxırsınız, seçirsiniz, seçməlirsiniz. Ondan sonra ürəyinizi kimin yanındasa açmaq lazımsa açacaqsınız. Bir sənət işini həll edəcəksiniz. Ailədə xəstə varsa, yəni bu xəstənin tez-tez belə xəstələmə, bəlkə də yaşlı, çox yaşlı olmuş adamdır. Neysə bir problem ola bilər. Bir vəlayət məsələsini həll eləyə bilərsiniz. Bir kağız əlinizə gələcək, əzizim. Ayaqla biraz diqqətli olun. Yol hərəkətlərində yıxıla bilərsən, büdrəyə bilərsən, kiçik bir qəza ola bilər. Açar əlinizə almışsınız, bax sevinirsiniz. Ev məsələsini o qədər düşünürdünüz ki, anidən düzüb qoşub bir ev məsələsi olacaq. İlin axırına kimi sevinciniz ola biləcək, əzizim. Bir kira yerini deyir, kirakeşsinizsə kira evinizi dəyişəcəksiniz. Kiraçıyla, yəni
ev sahibindən üzr istəyirəm. Ev sahibindən aranızda bir söhbət ola bilər. Üzərinizdə nəzər, nəfis var, çox danışılır. İşinizdə durğunluq var, işinizi dəyişmək istəyirsiniz, başqa işə keçmək istəyirsiniz. Artıq dolanışıq çətinliyi var. Bilmirsiniz neyi nətər qoyasınız, necə eləyəsiniz. Bəzi alışqanlıqlardan çalışın, uzaq olun, diqqətli olun, ehtiyatlı olun. Bilmirəm, alış-verişdə, alış-satışda biraz diqqət edin. Sizi elə bir sizin sözünüzü danışan var. Bəzi yanlış işlərə girişməyin. Başa düşdünüz bəziniz kim nə demək istəyirəm. Yanlış işlərə girişməyin, çünki sizə arxanızcan danışan var. Qonşuluqda hətta sizə başqa sözlər deyirlər. Yəni sizə aid olmayan sözlər də danışılır. Biriləri bir hörümçək toruna sizi salmaq istəyir, güdür, izləyir. Ona diqqət edin. Ürəyi yananmış kimi aparan bir insan ahını, uhunu evə tökür. Yəni qıraqda da dedikodu edir. Yəni sizdə də mərhəmət var. Nə qədər desəz də, sizə başa salsaz da o mərhəmətinizi buraxa bilmirsiniz. O mərhəmətinizin saflığından başınız problemlər çəkə bilər. Biraz oyaq olun, ehtiyatlı olun əzizim. Evliliyə doğru, bəlkə də ailədə bir evliliyə doğru, yəni gecikən bir evliliyi Allahın köməkliyi ilə bir qismət çıxacaq. Ona da çox sevinəcəksiniz. Diqqətinizə görə var olun, sağ olun, dəstəyinizə görə çox sağ olun.